Salam əzizləyicilər, necəsiniz? Bugün vlogun part 2-si gəlir. Niyə gəlir? Çünki çox sayılı istəklər nəzərə alaraq. Hətta deyərdim ki, mən Türkiyədən belə istəkləri var idi. Yanımda kim var bugün? Yanımda çox möhtəşəm bir insan var. Rəşid Əsədov var. Gedirik graduation partiyə, adaya. YFP kursunu bitirdiyimiz üçün parti edirlər. Uşaqlar tədbir falan hazırlayıblar. Burası bir dənə problem var. Gecikirib, probkadayıq bu dəqiqə. Hə, probkadayıq. Xeyirlisi. Vez niyə buranı görsətdi? Güya ən probkasız yol budur. Ən probkasız, şübhəli. Şübhəli. Hə, inşallah oraya gedəndə açacağam. Ortada da bir-iki dənə video çəkərəm. Paylaşacağam da, yəni inşallah xoşunuza gələr video. Bəyənib like atmağı unutmayın burada. Abunə olun, subscribe olun. Bəli, abunə edin, subscribe edin. Subscribe edin, abunə də olun. Bəli. Hələlik. Bu beni ya, artık bu beni ya, bu beni, bu beni ya. Yolun ortasında belə bir qərara gəldik ki, Rəşidlə. Mən sual verim, Rəşid cavab versin. Bəli. Rəşid mən, necəsiniz? Şükür Allah, necəsiz? Neçə yaşınız var Rəşid mən? 18 yaşım var. Buradan sizə el çaxlar. Belə işlər. Adaya qəbul olmağınızla bağlı bir sual vermək istəyirəm. Buyurun. Cavab verə bilərsiniz, zəhmət olmasın. Buyurun. Demək istəyirəm ki, adaya qəbul oluna necə hiss elədiniz? Birinci, mən adam istəmirdim. Sözün asılı. 0.7 balla UNEF-ə girənmədim. Balımı deyim. UNEF-i niyə istəyirdin ki, başa düşmürəm? Kafamda deli Neydi? sorular. Adanın ödənişi olması mənim nəsə ürəyimcə deyildi. Ona görə UNEF istəyirdim. Rəqam Ağdamda olub qaçqın olmayanlardan biri. Bəli. Yəni vaxt biraz gecikdim də, yəni qaçqın ola bilərdim, prosta gecikdim. Belə. Yəni 0.7 balla UNEF girənmədim. Neçə bal yemişdi, onu de. 636 bal yemişdim. Maşallah, astal qışlayarıq bilərəm. 646 olsun. Heyt. Qismət belə imiş. Yaxşı ki, adaya gəldim, Nihatdan tanış oldum. Bəli. Qrupda məni görəndə çox sevindim. Bəli. Biz bu arada hazırlıq yoldaşıyıq həm də, coğrafiyada bir 2 ildə, oxumuşuq. 3 ildir, 2 ildir, 3 ildir nəsə elə. 10-cu sinifdə hazırlıqda bir olmuşuq. Bəli. Məsələn, list çıxdı, qrup listi. Ən birinci Nihatın adını axtardım, gördüm bizim qrupdadır. Sırazı yazdım, qrup yoldaşım, necəsən? İkimiz də bir sevindik ki, qrupda tanışımız var, heç olmasa. Bəli. İlk gün adaya bir gəlmişdim. Yadımda deyə. Sən. Qocaldı bu gün. Sonra, başqa nə sual verək? Başqa kiməsə belə nə sual verməyim istəsəz, yazın aşağıya, gerək görüşək, sual verin. Nə istəyir. Prost bugün elə belə random olaraq Rəşidə sual vermək istədim. Niyə? Çünki kanal mənim də oğlum. Buralar siləcəm. Müəllim, ikinci sual gəlir, hətta bilməm, üçüncü düzəldir, amma birləri keçəm də. İndi universitetin birinci kursunu bitirdikdə, foundation bitirdik, nə fikirləşdiniz bu barədə? Şəxsən çox maraqlı idi. Çünki il boyu eyni uşaqlarla bir yerdə oldum. Qəşəng dostluqlar qazandım. Gələrlə amma ayrı uşaqlarla olacağam. Həm də ki, dərslər daha çətin olacaq da. Dərslərin çətin olması biraz adamın gözünə durur. Həqiqətən. Amma inşallah universiteti bitirəndə daha yaxşı olacaq da. Yəni bəhrəsini görəcəyik inşallah. Bəhrəsini görəcəyik inşallah. Mənə banlamalarsan. Tuzu atalım. Bu da qəşəng cavablar. Bakı probkasına bağlı nə düşünürsünüz Rəşid müəllim? Valla get-gedə maşınlar artır. Şəxsən mənim kimi maşın sürməyə həvəsli birisi. Bu probkaya görə həvəsim biraz ölüb, sözün açığı. Çox heyfsləndik. Bəli. Belə qardaş. Hava necədir bugün? Saçım nəsə pisdir, yoxsa mənə görə. Sən həmişə yaraşırsan. Sağ ol. Qədrini bilməyənlər O utansın. sənin gözlərin gəlir. Qədrini bilməyənlər utansın. Sağ ol. Söz də saxlıq. Görürsən, kanalda hər şey var. İnanmıram bizə. Nəysə. Mənhalı bir sual gəlir. Özü çox fikirləşdim bu sualı. Dönər yoxsa tantuni? Valla tantuni bir-iki dəfə yemişəm. Yox. Amma dönər həmişə yemişəm. Yaxşı dönər yoxsa şavarma? Dönərə sarımsaq vursalar, sarımsaqlı sos. Tez izafədə dönər yoxsa şavarma? Dönər. Dönər yoxsa pizza? Dönər. Pizza yoxsa burger? Dönər. Pizza yoxsa burger? Mən də çaşdım başımda. Burger. Burger yoxsa dönər? Dönər.
alagöz kanıma düştün başıma. Dönəriymiş hə. Hər gün çıxanda yeyirik də. Tələbən şeydir. Gəl burada Rəvana salam deyək. Risk alınma gəl. Aleyküm, bravo. Rəvana tərsən Rəvana. Saçını qaqamız. Və sizcə Rəşid müəllim, bu indi akademik ili qutarsaq da, yəni universiteti bitirdikdən sonra bu ölkədə yaşamağı seçərsiniz yoxsa xarici ölkə? Valla nə məqsədim xarici ölkədən Və inşallah. xarici ölkə olsa hansı ölkə? Belə deyim də, Skandinaviya tərəfi, Skandinaviya ölkələri. Həm yaşamaq üçün daha əlverişlidir. Həm də ki, fərqli olsunlar. O gün Finlandiyada bilirsən nə oldu? Məktəbdə bir dənə uşaq 3 dənə uşaq bıçaqladı. Qərarım dəyişdi. Belə işlər. Salamat Azərbaycan. Azərbaycanda da olandan yəni göz qabağındadır. Bir dənə qəşəng sual gəlir Rəşid müəllim, hazırsınız? Mənəm çağır. Oo. That's my secret. Ada Universitetində Aha. istədiyin bir dənə qaydanı dəyişə bilərsən. O hansı qayda olardı? Pul. Senin hər şey həqiqət pullandır. Elə bir həqiqət var. Biraz da Yəni- bahaçılıqdır. Buradan Bu iki səslənirəm. şagirdlər şeydi ki, nə deyirlər ona, şahiddir ki, həmişə foundation oxuyanda prezident təqaüdçülərinə verirdilər də, yəni təqaüdlərini. Bu il amma nədənsə o qaydanı dəyişdilər, genəldən verməyə başlayacaqlar. Amma bu il prezident təqaüdü vermədikləri halda... Ola, GPA nə qədər GPA eləyib? Adaya gəldik. Yanında Elmir var. Elmir. Bəli. Kırdaldan acı. Hamıza salamlar. Yəni çox yaxşı şahdır. Kanalıma abunə olun, like atın. Bu uşaq ürəkdir də həqiqət. Birbaşa ürəkdir. Mən Sən işte səndən bayaqdan video çəkirik səndən. Elmin tamamlarımız var. Bəli. Deməli, damirada par olmuş. Peşkəmə diyoruz. Three weeks later. A few moments later. 12 seconds later. Adamlar gəlir evdən gəlsin, yemək yedə. Yemişsən? Yemişsən? Hə. Mən miyim? Biraz Bilmirəm sonra. ki. Nədir? Amma bax, dostlar, kimi gördük? Hafız Paşayev gördük kantində. Gedi kantin. Getdik kantinə yemək yeməyə. İnşallah gələrlər qrədiyişin ha. Sonra videomu salam deyər, mən başqa heç nə istəmirəm. Bəli dostlar, qapının ağzında gözləyir ki, qapını açsınlar. Yanında Vahid var. Vahid necəsən? Sağ ol, sən nə? Şükür ola, həyat necə gedir? Yaxşıdır. Bundan qutaraq yaxşı olacaq. İnşallah, inşallah. Əsas ortalama çıxanmaz. Sağ ol. Ortalama çıxandan sonra rahat. Əsas ortalama çıxanmaz. 72,5. Vika, say hello to my channel. Keçən dəfə salam verməmişdi, bugün salam verir. Bəli, salam dostlar, yenə mən. Onlar gəldi vlogumuza. Bəli, mən burada orqanizatoram. Nihadı içəri buraxmayacağıq. Sadəcə, mən çəksənsə olar. Birinci bunu burax. Heç nədən, salam deyirəm amma var da çəksən. Göstər mən yerdə görürəm. Qoysan, mən görmürəm axı. Mən linkini at baxım da, özüm görürəm. Görmədən. Aa, Elmir aha var, Elmir. Elmira. Ya, küçük sakıdın. Загораживаешь. Ездить. Maaş gözləntiniz nə qədər? Murat, mən maaş söz video deyil. Mən maaş gözləntim biznesin havasıdır. Dəyişə bilər. Sizə 1 milyon olar, sizə 100 milyon olar. Oba sizi gözləyir. Mən maaş gözləntim 7-8 mindir. Həqiqət biz uzanlarla danışmırıq. Azən yoxsa 7-8 min İran tüməni. Rubl. 7-8 min rubl. Sən Felix Grizak'ın səndir. Yo, 2 sakıdın. Direkt saydı o. Sən də biri qoy, sən də biri qoy. Ben de bir X koyayım. Salam, konuşuyor mu? Sus. Murat, ben öz İvan'ım. Haydalarda gezen oğlan hayda. Siz də abunə ola bilərsiniz, like ata bilərsiniz videolarına. Adam podcast videoları çəkir. Adamı tanıdı. Sən burada kanalımı tanıdın. Bir dəqiqə yanında zəhmət olmasın. Sən nə qədər təəssüfsən? Səndən çox. Founder o. Neçədir səndən? 2X Akademi. Məndə 60 neçədir?
60 da gəlsə yaxşı olur. Video nə qədər məndən çox izlənir videosu. Məndə 506. 170 mi? 170 TikTokda qəşəng. Sağ ol. Can you say çok sağ ol? What is that of ne? You know in the words in Azerbaijan. Ladyboy. You looks like. Kasır düşüncədən çıxmıyor. Yorum sahibi yazır ki, bu nə küləkdir. Such a beautiful girl. Oh my god, Qara nə? It's about the friendships we built, the confidence we gained, and the lessons we will carry forward. In the very beginning, all of us asked ourselves, are we gonna able to finish this course? And now we are here with confidence, smart and ready for what is next. Ha dostlar. Yeyipli graduation party qutardı. İndi gedirik. Nə beldaşıdır? Gedirik. Biz gedirik Damlıyana getsin. Mən belə də o. Gedirik Zükülə. Yol marac istər. Yol Hər marac. aşkı. Hər aşkı ki mən öldürəcəyim. Abi şu adam bir kusursun ne olur ya. Sus artık ya. Ne olur sus artık kız. Ha dostlar, indi after party. Yıxmışıq altdan oynamağa. Burada bu qardaş var. Yenidən şey gedir, skilslər öyrənir. Belə belə işlər. Bəli dostlar, Damyodan qayıtdıq. İndi də universitetin qabağından keçəndə Məhəmməd bizi yığdı ki, bəs mən də universitetdəyəm, bəs məni gözləyin. Qaça-qaça gəlir hal-hazırda yanımıza. Biz də Məhəmmədi gözləyirik burada. Gəlsin inşallah. Bəli dostlar, gözlədiyimiz Məhəmməd gəldi. Məhəmməd videomuza salam de. Salam. Gözünü istəyirəm ifadəmə görə. Məhəmməd maaş Məhəmməd deyilən. Məhəmməd gələcəkdə adamı bitirdikdən sonra neçə manat maaş almaq? Eyni sual sənə veririk. Bəli. Mən iş tapacağım belə fikirləşmirəm bu videodan, bu yaşayışdan. Düz üstəm, işlər zəng gəlib. Bəli baba. Gəl hadi bəzən yaşasın. Qalan. Aha. İşdən çox sayı istəməyə görə evə qayıdıram. İşdə bəzi axsaqlıqlar olur. Ay neçə manat gözləyirsən onu de. Ha, bu kamera ilə sürəmir ya kişi. Tutamıyorum. Deyirəm deyirəm baba. Neçə manat maaş? Allah maaş bura. Vermək Allaha məxsusdur. Belə istədiyim 1000. Sən yoxsa manat. Azəyin yoxsa Azəyin yoxsa manat. İndi çatır. Bəli dostlar, Məhəmmədi yola saldıq. Çox əziyyət verir. Onun Gedək evi də danışaq. Aa dostlar ev tutur o. ha, bax evi tuturuq. Orada da vlog gəlir. Oha, vlog çəkim orada. Deməli səhər tezdən. Deməli mən bu videonu editləyirdim. Birdən yadıma düşdü ki, bəs mən bu videoya sonluq çəkməmişəm. Sizinlə sağollaşmamışam.
Ona görə birdən-birə qərar aldım ki, belə qurtarması video, indi savablaşım. Saat 2-dən bəri əlləşirəm. Gecə saat 2-dən hal-hazırda səhər saat 8-dir. Dayanmadan video düzəltmişəm. Yanımda da Keon var idi. Keon kömək edirdi. İnşallah maraqlı olar. Mən videonu çəkəndə də, düzəldəndə də hər ikisini də əyləndim. Maraqlı idi. İnşallah video xoşunuza gələr. Bir daha deyim, videonu bəyənməyi, komment atmağı unutmayın. İstəsəniz abunə də olarsınız. Abunə olun da xahiş edirəm. Sağ olun. Özünüzə yaxşı baxın. Hələlik.